Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. Müəllimlərin işə qəbulu üzrə 2026-cı ildə keçiriləcək imtahandan ötürü yeni çıxmış çərçivə sənədində müəyyən əsərlər əlavə edilib, müəyyən əsərlər çıxarılıb. Ümumiyyətlə dil qaydasına da müəyyən şeylər əlavə edilib. Gəlin indi isə bu səhvələri sizə təqdim edərək həm özünüzün şahid olmağına, həm də ki, o yeniliklərlə tanış olmağınıza çalışım. Deməli, bilirik ki, yəni vurğu fonetika bölməsindən məsələn vurğu şagirdlərdən ötürü çıxarılmışdısa, amma burada yenə öz mövcudluğunu qoruyur. Baxın, burada leksika hissəsində hiperonim və hiponim anlayışları əlavə edilib yeni olaraq. Daha sonra söz yaradıcılığı hissəsi özünü qoruyur. Yəni əlavə bir şey əlavə edilməyib. Daha sonra morfologiya bölməsinə gəldikdə isə burada da yenə əvvəlki qaydalar özünü qorumağa davam edir. Baxın, yəni köməkçi hissələrində də qaydalar olduğu kimidir. O qədər də yəni dəyişiklik bir şey yoxdur. Sadəcə olaraq leksikada dediyim anlayışlar əlavə edilib. Daha sonra sintaks hissəsinə gəldikdə isə burada da yenə deyilən şeylər özünü qoruyur. Sadəcə olaraq bu aşağı hissədə burada müxtəsər və geniş cümlə anlayışları, daha sonra keçən də düzü çərçivə sənədinə əlavə edilmişdi. Xüsusiləşmiş cümlə üzvləri, yəni xüsusiləşmiş üzvlər, eyni zamanda dəqiqləşdirilmiş xüsusi üzvlər. Bunlar yəni keçən də əlavə edilmişdi. Müxtəsər və geniş cümlələrin əlavə edildiyini görürük. Ədəbiyyat fənninə gəldikdə isə şifahi xalq ədəbiyyatında bəzi əsərlər çıxarılıb, bəzi əsərlər isə yeni əlavə edilib. Məsələn, İlyas nağılı, Su həsrəti, Qanlı daş, deməli şifahi xalq ədəbiyyatı nümunələri artırılıb. Eyni zamanda Kitab Dədə Qorqud eposundan Basatın Təpəgözü öldürdüyü boyu çıxarılıb. Daha sonra burada Koroğlu eposunda Alı kişi qolu əlavə edilib və burada Düratın itməyi hissəsi çıxarılıb. Dürat qolu çıxarıldığını da qeyd etmək lazımdır. Sonra burada Abbasqulu Ağbaçonovun Qurd və İlbiz təmsili əlavə edildiyini görürük. Daha sonra aşağı endikdə isə Seyid Əzim Şirvaninin Qaz və Durna təmsilinin əlavə edildiyini görürük. Bu hissələrdə əvvəlki qaydalar özünü qorumağa davam edir. Daha sonra aşağı endikdə burada Balaca Qara balıq hekayəsinin əlavə edildiyini görürük. Səməd Behrənginin əvvəllər məsələn 5-ci sinif Azərbaycan dili fənnində var idisə, bu il 6-cı sinif ədəbiyyata əlavə edilmişdi. Ümumiyyətlə bu gördüyünüz istər İlyasın nağılı olsun, istər Su həsrəti Qanlı daş əfsanələri olsun, yeni çıxmış 6-cı sinif vəsaitində öz əksini tapıb. Buna uyğun olaraq da yeni çıxmış çərçivə sənədinə əlavə edilib. Xəlil Rza Ulutürkün əvvəllər Qaytar mənim qüdrətim Azərbaycan şeiri olduğu halda bugünkü gün Laylan mənim, Nərəm mənim şeiri də əlavə edildiyini görürük. Sonra qəsd edilmiş gözəllik hekayəsinin də əlavə edildiyini görürük. Eyni zamanda ana dilim şeirinin də əlavə edildiyini görürük. Baxın, burada gördüyünüz nümunələr 6-cı sinif vəsaitində, belə deyim, 6-cı sinif vəsaitində olan hissələrdir. Məsələn, qəsd edilmiş gözəllik olsun, istər ana dilim şeiri olsun və yaxud da Victor Hugo'nun Kazetta hekayəsi olsun. Səhvlər romanına verilmiş bir parça olduğunu bilirik. Yəni ədəbiyyatda özünü göstərən əlavələr bunlardan ibarətdir. Eyni zamanda burada aşağıda Nizami Gəncəvinin, yuxarıda demədim, Nizami Gəncəvinin Yaralı uşağın dastanı burada çıxarılıb.